Xüsusi sponsor Bizon Enerji, sponsor İdə Parfümeri, FAV avtomobilləri, təşkilatı dəstəyi Kasap Dönər. Attığım hər addım məni birinciliyə aparır. Qələbə mənim olmalıdır. Daim hərəkətdəyəm. Daim öndəyəm. Daim zirvədəyəm. Çünki tək rəqibim özüməm. Bizon Enerji, güc məndədir. Ay mənim axranalarım, ay mənim gözümün bəbəkləri, ay mənim can güdənlərim, hardasınız siz? Bəlkə fəlakəti öldürürlər. Gəldi fəlakət mənim buradayım. Bəbək, hardasan sən səhərdə? Fəlakət müəllim. Birincisi bəbəy deyil, Ceyhundur. İkincisi də Bir dəqiqə saxla, əlini sal aşağı. Ara məsafə, vətəndaş, ara məsafə. Sən də. Özdə fəlakətlə asob ara məsafə saxlamaq lazım. Başa düşdün? bildim müəllim. Elə demək istəmirdim mən. Bildim də nayez deyilsən adam qorxur ki, vurub eləyərsən. Bir Beyni də xarab müəllim, adamsan. bir qız var. Bayaqdan Rəhim Rəhimlinin fanatıyam deyir. Özünü öldürür burada. Özünü cırıqlayır ki, bəs mən Rəhimi görməliyəm. Kimdir o? Bu qızdır. Gəlin xanım. Fəlakət. Mən Rəhimlinin ən pis fanatıyam. Dəlisiyəm mən onun. Burax da məni, gedim də yanına. Az bir dəqiqə deyən. Ara məsafəni saxla. Aralaş, özüm söhbət həll eləyəcəm. Sən keçən dəfə gəlmədin ki, Namiq Qaraçuxurunun fanatıyam. Nətər oldu bu? Ay fəlakət, onda uşaq idim, indi böyümüşəm. Həm o vaxtı Namiqin praboru vardı, indi yoxdur, indi bəyənmirəm onu. Rəhimlini sevirəm. Sən hələ böyüməmsən, böyüsəydin fəlakətin fanatı olardın. Bu bir. İkincisi də ki, sən Rəhimin fanatı olsaydın, gedib onun konsertinə ən bahalı bileti alarsan. Yoxsa ondan bundan xahiş edirsən ki, mənə bilet ver, nağar. Fəlakət, mən o fanatlardan deyiləm. Ay aral dur da, sən də ağzı ayrıqsan. Fəlakət müəllim. Bu qız biraz təhlükəli qız oxşuyur. Bu? Göndərək keçsin bu qız. Amma baldıyı xoşuma gəlib mən. Amma sizlik də elə müəllim. Göndərək keçsin, məşğul olar o. Müdür mənəm ağzıya gələn danışma. Qaqan özəlli eləyəcək. Fəlakət. Yox, alınan söhbət deyil, qurban olma, alınan söhbət deyil. Yox da alınan söhbət deyil də. Deyən özüm əlli eləyəcəm, deyən də. Fəlakətim. Ay şeytan, yenə gəldi oturdu içimdə. Ay şeytan. Yaxşı, indi bir şey fikirləşərəm, qurban olaram, sana qurban olaram. Bəh, baldı. Yaxşı, ay gedək, qulaq as. Buna aparın astanovkaya kimi, mindirin marşruta, yola salın evinə, qoy evinə çatsın, təzdən 30-durun taksiyə göndərin, qayıtsın gəlsin. Yaxşı oldu mənim. Sana qurban olaram. Fəlakət, maşın var, marşrut nədir? Sən də oturmusan ömrümə, yavaş da, pillə. Yeri dayı, yeri. Bax sizə bir söz deyim. Ni dayı bu. Kimsə yolda bundan nömrə istəyə, patrol eləyə, sizlə başqa cür söhbət Yox eləyir. müəllim, narahat olma. Başa düşdün sən məni? Narahat olma. Söz. Uzağı Instagram alarıq da. Instagram, yoxdur, onu blok atarım. Fəlakət, söz verirsən də mənə. Söz verirəm də. Keçən dəfə kim olmasın? Yox, keçən də nə olmuş ki? Narahat olma. Görüşərik. Fərişim. Ay lənət şeytana. Ev eşiyi yenə yaddan çıxdı, sana qurban olaram. Ənə qərimi eləməliyəm də. Sizə demişəm, saxlayın deyəndə saxlayın da, başa düşdünüz? Bu dəfə yaxşıdır, bu yerinə düşdünüz. Oturun aşağı, qışqırışmayın, oturun. Böyük adam deyil ki, fəlakətdə, oturun aşağı. Sizə qurban olaram. Oturun. Sevgiyə bax, qurban olum. Rəhim görsən, sevgimi görsən, tamaşasını. Qurban olaram, oturun. Aç sağ ol. Dostum, nətərsən sağa qurban olaram. Keyfin əhval. Gördüm. Nətərsən qurban olaram. Allah. Kimin ideyasıdır? Qaqan, geyimin xaricdən zakaz eləyirəm. Görsən, ansambla da geyindirmişəm. Başa düşmən, bir dəqiqə, bəyən bizim sənətçilər sədərəkdən alıb deyirlər ki, xaricdən almışım. İndi Rəhim, mən hər şeyi tezizdirmə də buradan da, qurban ol. Mən bilirəm də kim hardan alır, kim hardan geyinir, xəbərim var da buradan. Bu fəlakət demişdi axı, gəlib efiri partladacaq. Nətər oldu, partlatdı Qaqan.
Bu show biznesdə adamlar var, ad çəkmək istəmirəm. Aygün xanım keçən də mənə tapşırdı ki, ad çəkib cəmaatı reklam eləmə. Necə olur, nətər olur? Bizdən at istəyirsən, özün at çəkmirsən. Yox da indi reklam eləmək Qorxursan. istəyirəm. Qorxursan. İndi mən palçıq eləyəcəm lazım olanı. Qorxursan. Yox, qurban olum, qulaq as da. Mənə direktdə yazırlar ki, indi ad çəkmirəm də. Ay fəlakət, sən nə şirinsən. Güya mən tutmuram ki, bunlar mənə yazır ki, ay fəlakət, nə olar biz də qonaq çağır. Mənim gözümə girmək lazımdır. Ancaq gözümə. Bu efirdə burada artıq sözlər demək istəmirəm. Buradan sözümü deyirəm, mənə tapşırıqsa dəxli yox da. Mən kimi istəsəm onu qonaq çağıracağam. Başa düşdünüz? Gəbraya gələ, yaxın gəl. Fəlakət skazal, fəlakət zcal. Ver. Mənim beynimi xarab eləməyin. Kim lazım olsa özüm qonaq çağıracağam. Başa düşdün? Yeri. Dostum, nətərsən qurban olum? Keyfin əhvalın nətərdir? Sən dəvət etdin proqrama, sən gözümə ki girdi ya biz. Sən başqa cür adamsan. Sən mən çox istəyirəm. Sən mənim dostumsan da, başa düşdün? Can. Onu mən elə Allah adamlara səni söz atdım ki, burdan adım çəkib reklam eləmək istəmirəm ha. Yoxsa deyib palçıq eləyərəm burdan. Duxu çatmaz mənim verişimə gəlməyə. Gəlsəz də palçıq eləyərəm hamını. Ver, fəlakət möhtəşəmdir onu. Nə qəşəng, müştəri özdə. Möhtəşəmdir. Vur qaytar qurban. Vurmuşam. Qaytardım da. Sən axırda verəcəm də bahalı deyə onu vermə. Qurban olum. Ayıp. Çox vurmaya qutar, nağarsan. Gedəndə bunu mənə hədiyyə verərsən. Sənə qurban olaram. Ayca. Bunu özüm Sənin göstərəcəm. geyim və quzu kes. Mənim aşkıma pretenziyan yoxdur, qurban olum. Aşkı hardan tanıyıram? Yox, aşkıma deyirəm, Hə, aşkıma. aşkı və mən aşkı. Yox, aşkıma deyirəm. Mənim aşkım baldadır. Vallahi. Aşkımı deyirəm, aşkımı. Pretenziyan yoxdur, qurban olum. Yox, möhtəşəmdir. Qəşəngdir. Dvaynoy, hə? Stilim nətərdir? Qorxuram, elə sifət eləmə. Kopya, yəni orijinalın. Kaprovkasını deyir. Mənə kaprovka deyirsən sən. Sənə burada sualları hazırlamışdım, istəyirdim verməyim. Bax, bunları verəcəm hamısını, Vah. sən baxarsan. Belə bir sualla başlamaq istəyirəm ki, Rəhimli müəllim, niyə məhz Rəhimli? Necə olmalıydı ki? Rəhim. Sənin familiyan Rəhimli deyil. Rəhimli demə. Ona görə Rəhimli. Fəlakət, fəlakətli. Yox, məsəl üçün vüqarlı var, brusli var, fəlakətli. Fəlakətli. Hə də onu gərək mən də. Onu qeyd eləyin, gələn həftədən mən də eləyim. Fəlakətli. Fəlakətli. Orijinal görsən Rəhim, Rəhimli. Orijinal deyil, mən ona söz demirəm. Məndə anadan gəlmədi. Anadan gəlməz. Sən qurban olaram. Rəhim müəllim, mən açığı doğrudan sənin mahnıları çox xoşlayıram da. Əvvəldən qulaq asıram. Mahnıların qəşəng mahnıların var. Sonra eşitdim ki, bəstəkarlıq da eləyirsən də. Birinci bəstəkarlıq eləmişəm, sonra oxumuşam. Nə bəstələmsən? Bax mənə de görüm hansı mahnıları bəstələmsən. Saysız hesabsız. Sayıs hesab hansı mahnıdır o? Havalar isti. Havalar Elton. isti. Havalar isti. Havalar isti. Hə, eşitməmişəm. Onu Nəfəsimi kəsdi. Hə, eşitməmişəm. Sağ eşitməmişəm. Yaxşı. Sonra hansı var? O sən necə də gözəlsən yazmışdın sən. Sən necə də gözəlsən. Hə, sən onu yazmamışsan. Hə, onu eşitmişəm. Hə. Sonra hansı mahnı dostum? Bəlkə rəhm edəsən, bir söz deyəsən. Dildarım. Hə, onu Ay, eşitməmişəm. Yox, onu eşitməmişəm. Xəbərim yox. Hə, sonra nə mahnısı var? Canımı sıxırdı. Bə, ölürəm o Odlara mahnı üçün. yaxırdı. O mahnı üçün ölürəm mən. Bax, onun mahnı üçün ölürəm. Ölərsən, nə dostluğun Dost, mən onu harada eşitdim? Onu eşitməmişəm axı. Mən harada Yox. Mən Chopinə qulaq asan adamam, başa düşdün? Ha, yox, bir Rastropoviçə. Chopinə qulaq asıb yatıram, Rastropoviçə qulaq asıb dururam. Dururam. Yəni belə adamam mən. Sən gör Beethoven-də nə edirsən, nə onu? Beethoven-də indi efirdə demək olmur da, qurban olum. Hələ şeylər var. Deməli Rəhim, sən indi oxumusan, bəstəkarlığa keçmisən, yoxsa bəstəkar idin, oxumağa keçmişdin? Ya əslində ən birincisi pianoya getmişəm. Hayır. İkinci piano başlamışam çalmağa. Neçə yaşında? 6 yaşında. 6 yaşında. Piano ilə başlamışam Camaat çalmağa. məktəbə gedirdisən fortepiano. Hayır, Yaxşı. mən başlamışam piano çalmağa. Görürsünüz ki, bizdə valideynlər istedadı görüb, başlarını xərab eləmişəm və aparıblar mənə qoyublar musiqi məktəbinə. Başlamışam bəstələməyə. Bəs hansısa mahnı olub ki, yazmısan, sonra demisən, hə, Rəhim, yekə oğlansan, bu nə mahnıdır, cıraq bunu. Yox, elə şey olmuyor. Sən nəyə görə soruşuram, Rəhim, qurban Aynen. olum. Sən də məni düzgün başa düş. Aha. Mən show biznesin içindəyəm. Başlamışam bu show biznesi qurdalamağa da. Kim nə edir? Bax, məsəl üçün bir dənəsi var o, nə idi onun adı? Murad Arif idi. Bu birinci gördüm prodüser eləyir də. Sonra gördüm bu aparıcılıq eləyir. Yaxşı da aparıcılıq eləyir də, adamda Allah var. Sonra gördüm bu mahnı bəstələyir. Sonra gördüm hə bu oxuyur. Oxuyur. İndi də təzə eşitmişəm ki, bu toylar zad yığışı baxı. Başlayıb taksavatlıq eləməyə, maşında müğənniləri çağırır, danışdırır, axırda düşəndə deyir ki, pul ver də, benzinə pul vermişəm də. Bu show biznesdə görmüşəm ki, tək-tük adamlar var ki, show çıxardırlar. Onun biri sənsən. Bax, indi bunu deməyəcəkdim. Ay gədə, gəl bura, buraya. Bunu da pulunu artıq vermişəm. Görsən genələ gəlir. Ay biraz tez gəl. Bax, mən buradan etiraf edirəm, yazın ora. Bu şoya gələndə, mən aparıcı olanda, baxmışam o Rəhimin şovları var da. Bir dəfə yıxıldın ha şovda, partlatdın ha. Çox yıxılmışam. Çox yıxılmışam. Mən 4-5 dəqiqə yıxıldım, partladan bilmədim. Mən nəsə tutmadı da. İndi qaqa, bax demirsən bəstəkar olmuşam birinci. Ay sağ. Fəlakətin yanında söz dedincə arxasında durmaq lazımdır. Qaqam bilsən ki, şeiriyyatı sevir. Deməli bax belə sözləri yazmışam, kreativ. Gedirəm, gəlmə dalımca. Qaydan deyiləm, yalvarma.
Qaçıram səndən uzaqlara. Bacarırsansa gəl axtarma. Bizimki tutmadı, neynədik? Olmadı, bizdə alınmadı. Yalvaraq. Neynədik? Olmadı, yalvarma. Buyur. Sən bunu bəstələsən var, mən başımı kəsərəm. Varma, bu ne sözler? Bəstəliyəm mən İki sən adamsın vermə. ya. Bəstəliyəm mən sən Yok, vermə. yok. Ver onu verəcəm Elza xanım, onu bir dənə kişnədəcək, bir dənə kişnədəcək onu. La minor verin dostlar, la. Ritmini bilirsiniz necə tutar? Tuk tak tak tuk tak tak tuk tak tak. Oba, he! Gedirem gelme dalınca, kaydan değilim yalvarıma. Kaçıram senden uzaklara, bacarırsansa gel aktarma. Gedirem gelme dalınca, kaydan değilim yalvarıma. Kaçıram senden uzaklara, bacarırsansa gel aktarma. Sene değilim, bana yalvarma, yine değilim, beni aktarma. Bizimki tutmadı, neyleyek olmadı, bizde alınmadı, yalvarma. Alqışlayaq, əla. Bax, xoşuma gəldi. Nə yalan deyim, xoşuma gəldi. O sözləri ver, qurban olum. Zakaz deyir, onu satmışam deyir. Elə dedim, musiqi yazmaq lazımdır. Elə musiqini düzüb qoşub pulunu alacam, qurban olaram. Pis yazdın mı? Yaxşı, xoşuma gəldi. Rəhimli müəllim. Sənin bir mahnın var deyə, dərdimi o qıza siz deyin qızlar. Deyin, Bax, bəs. mənə maraqlıdır. Sən niyə gedib öz dərdi demirsən, qızları göndərsən söhbətə? Niyə özün gedib vermirsən dərdi? Deyirsən qızlar getmən dərdi. Məni göndər də, uzağı məni göndər, yerim söhbət əldə edeyim də. Aləmizi birləyəsən. Yox, narahat olma da, həll eləyəcəksən. Oturduğumuz yerdə. Qızların dilini qızlar yaxşı bilər də. Deyirsən. Deyirsən, hə də, məsələn də söhbətə göndərirsən, ha. Filankəs axır söhbətdə, ağır cahil uşaqları Sən göndərək. saçlaşmağa göndərsən, onlar nə Saçlaşma, ha, onlar. Ha, indikilər elədir. Hə də indikilər mən İndikilər YouTube'da elədir. görürəm də, Amma görürəm. mənim yazdığım 20 il bundan öncə idi. Hə, düz deyirəm. Orada Bu da düz deyir də. Rəhimli müəllim, bir dənə sual vermək istəyirəm ki, ümumiyyətcə deyirəm də, sənin şovların partladır həmişə. çox sağ ol. Ürəyində qalan nə yenilik var ki, bu səhnəyə gətirmək istəyirsən? Deyirsən, pay, bunu nə vaxt gətirəcəm mən? Bizim məsələn konsert sektorumuz çox indi acınacaqlı vəziyyətdədir. Mən baxıram Rusiyada, məsələn, retro 90'lar olur və yaxud da ki, hər hansı bir sənətçinin yaradıcılığı olur və yaxud da ki, hansı bir mövzuyla əlaqədar sənətçilər bir araya gəlib konsert verirlər. Konsert verirlər, amma mən ona görə istəyirəm ki, bu sektorda bir işlər görüm. Amma açığı Rəhim, düzün danışmaq lazımdır da. Mən gördüm nə qədər əziyyət çəkdi, müğənniləri bir Çox yerə sağ ol. yığdı. Amma ki, yenə nəsə çatmadı bunları bir yerə yığmağa fikir verdin. Mən gəl onların özlərində nəsə çatmır. Özlərində problem var. Onların özlərində So, nəsə yazın problem. yuxarı. Rəhim deyir ki, onların özlərində çatmır. Yox, elə demədim. Patlatdıq, ver yaxşı. Elə demədim. də. Mən amma heç bir şey gətirmək istəmirəm bu səhnəmizə. Bizim nəyimiz çatmır? Bizim Alim Qasımova qədər gedən yolumuz var. Başa düşdün? Ver musikanı ver. Yaxşı, bu axırdakı dınqı yığışdır. Yaxşı, özündən əlavələr eləmə orada. Sən bir sözün var bu dostum. Bəli. Çox hamının dilinə düşüb də bu dostum. Bəli. Mənə də açığı birinci dəfə zəng elədin dedin, dostum, necəsən? Mən də elə bildim mənə kostyum deyirsən. Dilxor olmuşdum. Yığdım Aygün Kazımovaya dedim ki, bu Rəhimli mənə kostyum deyir. Nəyinə o katır ki? Nəyi bilir ki keçmişimdən, başa düşdün? O da mənə deyir ki, yox, dostum deyir, sən düz başa düşməmsən də. İndi mənə maraqlıdır ki, sən hamıya dostum deyirsən də. Bu sənin dostların çoxdur, yoxsa nədir bu? Dostum niyə belə çox deyirsən? Bu sadəcə olaraq mənim ən çox müraciət formasıdır. Amma belə həyatda otursaq sayılı dostlar var. Heç 3 nəfər ola ya olmaz. Bax, birin billəm Aygün Kazımovadır, xəbərim var. Sizə elə gəlir. Hə, elə gəlir. Sənət aləmində dostlar başqadır, amma həyatda, sənətdən uzaqda dostlarımız bizim başqadır. Mənə maraqlıdır, sənətdə kimlə dostluq eləyirsən? Ya, hal-hazırda heç kəslə. Niyə, nəyin üstü açıldı, niyə dostluq eləmirsən? Nədən narazısan? Nə xoşa gəlmədi, nə hərəkət elədilər? Mən bilim də, qurban olum. Deyir, sənə güvəndiyim dağlar. Sənə də qar yağarmış. Hə, başa düş. Yaz yuxarı yaz. Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış. Sanki bizim verəcəyimiz çoxdur. Biz çox verdik. Aha. Anla, fikrin başa sala bilirəm. Sanki biz yox, yox. Daha çox bizdən çıxır. Daha çox biz həlak oluruq. Daha çox biz verdik. Daha necə başa salınır? Kalori də qoy çıxsın da, qurban olum. Nə, orada nə var ki? Yox, tərəziyə qoyanda, Əsəbləşmə, qurban olum. yox, əsəbləşmə. Tərəziyə qoyanda, məsələn, mənim mənim fədakarlığım üzr istəyirəm. Daha çoxdur, fədakarlığım daha çox. Və ona görə mən düşünürəm ki, sanki bu qarşılıqlı olmalıdır. Və ona görə sənət aləmində bir dostluq elədik, iki dostluq elədik, xanım da oldu, kişi sənətçi də oldu. Ən sonunda qərara gəldik ki, bundan sonra şou biznesi kimsə ilə dostluq etmir. Başa düşdüm, sana qurban olaram. Dost heciyə bölünmür də, Rəhim, düzdür? Bölünmür, yox, bir ki sən. Bəs mən o gün oturdum, böldüm axı. Dost, tıyı ayırırsan belə, qoyursan bölünür də o dost. Elə bölünmür. Tını neyirsən? Elə bir dost, tını da götürdün böyrünə qoydun, ayırdın da biraz ara məsafəsi qoydun soda. Alınmır elə. Yox, mənim panyatkamdan Rəhim panyatkası düz gəlmir. O gün də mənə bir dedi ayrılmır. Getdim ona sübut elədim, dakazat elədim ki, ayrılır. Yox, elə şey olar. Dost bir dəfəlik olur, ayrılmır axı orada. Darıxma indi Rəhim. Sən dostumu axtarıram. Deyən darıxma. Neyirsən?
Oy. Rəhim, sual vermək istəyirəm ki, sən axırıncı dəfə qayçıdan hansı məqsədlə istifadə eləmisən? Axırıncı dəfə qayçıdan hansı məqsədlə? Narahat olmaya, nəsə xoşa gəlməsə, montajora deyəcəm, qayçılayacaq o da özümüzünküsən. Sağ imkan verilsəydi ki, bu sənətinə görə müğənnilər var ha burada, bizim sənətdə də. Hansını qayçılayardın, qurban olmuşsan? Qayçıla getsin. At çəksək, gəl indi sübut elə ki, fəlakət orada mənə başqa anlamda dedi mənə. Yox, nə var onu verəcəm, qurban. Məndə elə şey yox. Mənə bir sənlə maraqlıdır, Rəhim, qurban ol. Hamı çıxır efirə deyir ki, sənəti bax bunu bərbad elədilər falan, ad çəkmək istəmir. Qardaş, bu adı nə vaxt çəkəcəklər bə? Bu adı çəkmək lazımdır ki, bu da otursun evdə desin ki, mənə görə eləyir də, mən gedim başqa işlə məşğulum. Axı o qarşı tərəf elə düşünmür axı. Nətər düşün? Qarşı tərəf deyir ki, hoppa, sataşır. Mənim adımla reklam tutur, paxıllığımı çəkir. Qarşı tərəf elə düşünmür. Bir də qarşı tərəf çox üzr istəyirəm. Gəl indi açıq danışaq. Qarşı tərəf çox mədəniyyətsiz, tərbiyəsiz davranır. Bir var ki, insan demokratik bir fikirdir. Necə sənin fikrin var? Açıq-aşkar deyirsən, ad çəkirsən. Mən də deyə bilərəm ki, filankəsin musiqisini bəyənmirəm. Mahnısını və yaxud da geyim tərzini. Amma qarşı tərəf həmən deyir ki, aha, səhərsi gün başlayır baltalamağa. Rəhimsin reklama ehtiyacı var. Deyən qurban ol, gördüm sən demirsən, bu qayçını da götürüm dırnağımı tutaram, heç olmasa onunla tutuzduraram da, bir dəqiqə deyəm. Mən bilirəm Rəhim kimi deyil. Mənim heç nədən qorxum yoxdur. Bax, sizə deyirəm. Bilirsiniz də sənlənəm. Bax sən baxırsan, yox mən demirəm. Sən deyirəm, bax sən. Sizə bir ay vaxt qoyuram. Gedib öz işinizlə məşğul olmasaz, bu sənəti pis günə qoysaz, mən lişni sizin adınızı çəkib buradan palçıq eləyəcəm. Başa düşdünüz? Başa düşdün belə elə. Belə elə başa düşdün. Ayso. Yeri elə sənə də aiddir. Yeri. Operator olub mənə. Belə musiqini ver oradan. Yenə axırdakı artıq idi. Yo, düzdür. Xahiş edirəm, burada müdir Uşaqlar mənəm. işin olmasın, Şey, düzdür. məkanın sahibi mənəm, xahiş edirəm. Axırdakı artıq idi. Onu yığışdır, yaxşı qurban ol. Fəlakət mənim bir İndi artıq mən idi, burada artıq. belə başa düşdüm ki, açığı mən indi düz danışan adamam amma nədir onu deyəcəm. Mən ən ürəklisini Rəhim bilirdim. Əgər Rəhim də ad çəkmirsə, deməli burada başqa bir no var, no. Amma mən sizə söz verdim ki, onun adını mən çəkib palçıq eləyəcəm. Kimdir bu sənəti bu günə qoyan, mən onun adını çəkəcəm. Çoxdular, hansı birini? Çox da hamısını düzəcəm stroya burada, hamısına bir söz Elə deyəcəm. A'dan başla. Adam başlayın. A'dan başla, axırıncı hərfə kimi. Axırıncı hərfə kimi, Z-yə kimi. Z-yə kimi, hə. Zamiki deyirsən? Yox. Yox, Zamiki deyirsən, yenə palçıq eləyim, ha, problem yoxdur məndə. Məndə problem yox. Səndə heç kəs Rəhimli müəllim, qurban olaram sana. Siz karyeranızın harasındasınız? Sən karyeramın, öz karyeramın harasındasansa, mən də elə öz karyeramın orasındayım. Mən karyeramın ortasındayım, deyən niyə? Niyə? Çünki hər tərəfə yaxında, metro burada, avtobus burada, başa düşürsən, hara istəyirsən, aeroport yoluna çıxırsan buradan, başa düşürsən. Patlattım, patlattım. Mən ortadan biraz yuxarıdayım. Avtobus tərəfdəsən? Yox. Aeroporta gedən yox. Dayan, 28 tərəf. 28 tərəfdə. Sən hər Telefonlar tərəfə- satan tərəf. Yox, telefonlar. Yox, biraz da vağzala sarı. Səmədqulun parkının aşağı Mərkəzlərdə də düşürsən. gedib gələ bilərsən də, yəni. Domsovetin arxası. Çox uzağa get. Çox uzağa get. Uzağa get. Mən səni oralarda gördüm. Vağzal tərəflərdə. Vağzal tərəfdə. Mən haralarda görsən? O şey Domsovet tərəfdə, uzaqlarda. Oradan çıxırsan bulvara, təmiz hava var da. Sən qurban olaram. Tanıyırsan bunu? Nadir Qafazadə. Nadir Qafatiyə tərs tutmuşam, edi. Hə yox, düz tutmuşam. Tanıyırsan bunu? Tarkan. Tarkan da, ha, Tarkan. Yandıran mərbisən nədir? Bu gəlib konsert verəndə partlayır, bizimkilər verəndə partlamır. Mən istəyirəm Allah. ki, bizim Tarkanımız da sən olasan, Ebru Gündeşimiz də sən olasan, Seda Sayanımız da sən olasan. Başa düşdün, mən səni belə soruşacağam. Sənə qurban olaram. Sən qoy biz onların üçün biraz özümə gəlim. Rəhimli müəllim. Mənə maraqlıdır ki, indiyənə kimi kimə rəhminiz gəlib, kimə rəhm eləmisiniz, divijeniya eləmisiniz? Bu günə kimi heç kəsə heç nə eləməmişəm. Rəhm eləməmisiniz. Yox, rəhm eləmişəm. Rəhm eləmişəm. Bilirsən necədir? Mənim soyadım da elə adıma da uyğun gəlir. O xarakteri, o adı daşıyıram, yəni o soyadı daşıyıram. Mənim də qaqa bir söz deyim, heç kimə rəhmim gəlmir. Bir dənə saat axşam 9-10 vaxtı biraz gic yuxu gəlir mənə. Onu da qovuram gedir də, yəni belə. Amma rəhm söhbəti heç vaxt gəlmir. Mən iş adamıyam. Fəlakət iş başındadır, vetində işdə olur. Ya soruşsaq sənə nə işə baxırsan, heç bilmirsən. Show biznesin bu regulovkasına mən baxıram da. Hələ mən olmasam var ha, deyirsən bu adam Ona var. görə bu gündə nə show biznes? Daha ona görə bu rəhmli gündə. dostum. Sən burada divijeniya eləyirəm, sən tərəfdən çıxış eləyirəm. Sən- Sən burada məni palçıq eləmək istəyirsən. Ya palçıq eləmə. Mən televizora təzə gəlmişəm. Mən YouTube-la məşğul idim. YouTube-u regulovka eləyirdim. Patlatdın YouTube-u. YouTube-u patlatdım, indi gəlmişəm televizora rugu eləyim də, rugu, başa düşdün, rugu eləyirəm. Rəhimli müəllim. Xəzər əvəzinə geyib Xəzər dərzilə çıxmışdı.
Hə, baxırsan beləcə. Rəhimli müəllim, musiqidə ən vacib şey nədir? Ala, biz onu iş biraz həyəcanlansan, iş qurban olmusan. Həyəcanlanma da özün kimi cavab ver. Musiqidə qayçın çıxardırsa kimi kəsərdin. Nə Yox, bilim, çağır çıxardırsa kimi Nədir yoltardın. qardaş, bu musiqidə ən vacib şey nədir? Səsdir, necə? boğazdır, diviziyoniyadır, ürəkdir. Hər şeyi mən sənə bir-bir öyrədim, piltə-piltə. Denəndə Başın çıxırmış ha sənin. mən bir ara oxumaq istəyirdim axı. Sonra başım açıldı, dedim, hə, yox. Allah üzümüzə baxmamısan. Bax bu mikrofon var ha. Səs O nə gəl. mikrofondur? Mənim üçün musiqidə əsas şey mikrofondur. Bax bu mikrofonu atdın, tutdun ha. Ay, yaman Tutanmırsan da, mən tutanmıram deyin, ona görə sənətdə deyil. Onun üçün gərək İzzət Bağırov olar. Amma sən onu tutdunsa deməli sənətin var. Başa düşdün? İzzət Bağırov. İzzət Bağırov. Yaz hə, İzzət Bağırov İzzət Bağırov. palçıq elədi. Gördün axırı adallam bundan, yavaş-yavaş adallam. Mənə maraqlıdır ki, bir dənə də sual verim. İndi fəlakətin sualları başqa cür olur da, yəni bilək. Sağ qurban olum, şirinli yerli. Bunun maaşına 10%. Rəhimli müəllim. Toy tutmaq nətər olur? Toy sahiblərinin toyu olur. Zəng vururlar menecerlərimizə və deyirlər ki, filan kəs sənətçini görmək istəyirik. Filan kəsin nömrəsini verə bilərsiniz və yaxud da sizin sənətçinin qonorarı nə qədərdir? Ay dostum, o toy tutmaq üçün sən axı nəsə eləyirsən, diviziya eləyirsən axı. Efirdə nəsə eləyirsən, bunun öz toy tutmaq da sənə qurban olaram. Mən özümdə toy tutanmıram. Bir dənə mənim beynim xarab oldu, O adama toy tuturam, bax biləsən də yəni. Lazımdırsa qaqam qulluğunda da Lüboy Vremya sənə toy tuta bilərəm. Elza keçən də gəldi, qonaq o nət söhbətini dedim ha ona. Düz dedi elə söhbət olmuyor. Bax o Elza xanım baxır da burdan. Necə ara qarışdıransan sən? Sənə qurban olum, olub olmuyor. Necə ara qarışdıransan sən? Olub. Rəhim, bu yadında olar sənin. Əlbəttə yadımdadır. Kaseta, yada. Vaxtlar var idi bunun qurban olum. Sənin ilk kasetan hansı olub, nə vaxt çıxdı Vallahi kaseta? mənim kasetim olmayıb heç. Heç kasetin çıxmıyor Heç kasetim çox qəribədir ki, fəlakət. Mənim nə kasetim olub, nə indinin özündə bir YouTube kanalımız var, nə indinin özündə bir Twitter, Instagram işlədirik. Heç nəyimiz yoxdur. Sağ ol Rəhim ağlı, sağ qurban. Bundan məndə çoxdu yığmışam. Gedəndə deyərsən maşına bir Allah kaset bir qoy. kimlərində yığmış. O vaxtı deyirdilər ki, adamın adı çıxınca kaseti çıxsın. İndi deyirlər ki, kasetin çıxınca YouTube'un çıxsın. Bir kaset oradan bizon gətirin. Gətir qurban olum, gətir, ver, düz. Sağı bırax düz. Ver reski pavorot elə, verirəm. Sağ qurban olaram. Görsən, o kaset də qoy Rəhimin maşınına. Sən də yığıram, telefonu götür, yeri. Telefonu götür, sağ qurban olaram. Bizon deyir, bizon. Səni çox istəyirəm qurban olum, amma bastalama damarım. Sənə deyirəm ha qurban olum. Bastalama damarım. Beyin çönər, fəlakətdə qapaq atar. Sonra mən atfisat olmaram ha özümdən. Bax Kənan indiyənə kimi çölə çıxanmır, evdə oturub. Kənan emin. Onun nətər palçıq eləmişəmsə evdən çölə çıxanmıram. Rəhim müəllim, sənin o vaxtı açığı çox mahnıların olub ki, partlatmısan. Yəni paxıllıq nəyə lazım? Bu adam partladıbsa, demək lazımdır ki, partladıb. Sənin bir mahnın vardı ha o vaxtı. Quzu kəsərəm var idi, sonra şey vardı. Maşallah. Ən çox xoşuma gələn şeydir o. Başım ağrıyor. Həmişə də özümə söz vermişəm ki, Rəhimi görəndə soruşacağam ki, bu mahnını nədən ilhamlanıb yazıb? Nətər olub? Adam oturur evdə, nə gəlir ağlına? Ya baş ağrıyır, neyinir? Nətər olur ki, mahnını yazır? Bax, o mahnının sözləri doğrudur, başım ağrıyordur, amma onun başla heç bir əlaqəsi yoxdur. Xeyr, mənim həmin gün heç başım ağrımır. Yəni getməklə əlaqədardır. Yəni küsüb getməklə. Sən qurban olum, getməklə başım ağrıyor, nətər düz gəlmir axı olur. O burada yazılmır ki, o. Harda yazılıb ki? Xarici ölkədə. Başım ağrıyor burada yazmaq. Yox, xarici ölkədə yazılıb. Hə, qürbətdə yazılıb. Qürbətdə yazılıb. Eybi yox da qürbətdir də, indi aləm dəyək bir. 10 ildən çoxdur mən bu mahnını. Oxumursan hər işkəndə. Sözləri yadındadır, sən qurban ol. Gedirəm artıq buralardan, tut beni sıkı bırak. Yaxşı, çak. Ver nə mahnı verin. Verin mahnı gəlsin. Gidiyorum artık buralardan, tut beni sıkı bırakma. Gidiyorum artık buralardan, tut beni sıkı bırakma. Ay Allah'ım neydi günahım, ay Allah'ım neydi günahım. Ağlaya ağlaya sordum, sonra başıma vurdum. Gidiyorum artık buralardan, tut beni sıkı bırakma. Gidiyorum artık buralardan, tut beni sıkı bırakma. Ay Allah'ım neydi günahım, ay Allah'ım neydi günahım. Ağlaya ağlaya sordum, en son başımı duvara vurdum. Başım ağrıyor, başım ağrıyor, başım ağrıyor, ağrıyor. Gece olmuyor, sabah olmuyor, gidiyorum ama aklımda kalıyor. Başım ağrıyor, başım ağrıyor, başım ağrıyor, ağrıyor. Gitsem olmuyor, kalsam olmuyor, gidiyorum ama aklımda kalıyor. Gidiyorum artık buralardan, tut beni sıkı bırakma. Gidiyorum artık buralardan,
Rəhim Rəhimli müəllim, mən bilirsən də sosial manyakam. Ümumiyyətlə sosialda nə baş verir, kim nə yazır, kim kimi söyür, kim kimin haqqında bir söz deyir, hamısını izləyirəm. Amma bu Instagramda səni az görürəm. Nəsə aktiv deyilsən orada. Niyə? Mən bugüne kimi bir maşınımı, arabamı, evimi falan göstermemişim hiç kese. Gardırobumu sevmirəm yəni. Özel şeyler mənim özümə ait. Sən bilsən niyə Instagramda aktiv deyilsən? Sən çünki axşam saat 11-ə işləmiş durursan da gecədə. Sən durursan elə axşam zavtrıkını eləyirsən, baxırsan ki Instagramdakılar yatıb da hamısı qurban olur. Ona görə biraz tez dursan Instagramda partladarsan. Biraz göz dururam ama sənət aləmi yoxsa hər kəs elədir. Səhərə yaxın yatırlar. Bu bir gerçək. Bunlar ayılıblar, sənin xəbərin yoxdur. Səni yatızdırıblar, özləri tez durub Instagrama şəkil qoyub sonra təzədən yatırlar. Heç ki oyadan da yoxdur məni. Yatmışam fil qulağında. Sana dedim ki, bastalama mənim damarımda, sənə qurban olaram da. Mən bastalasam çok pis bastalayım. Hə, bastala da qurban, bastala gör qaqan nətər bastalayır. İndi Pesat, qaqan pesatını elədi. Mənim qaqam gəlsə mənə bir kömək eləsə burada. Nə idi orada? İlişib yenə. Ay, sağ ol. Sən qaqan narahat olma, qurban olaram sənə. Söz, gördün. Nə bax gördün, ilişdin yığ qaqa, yaxşı? Problem yoxdur. Mən bilsən də şeirə şeiriyyata bağlılığım var da. Elza Seyidcanın keçən də gəldi bura. Dedi mən kitab çıxartmışam. Mən şeir deyəndən sonra kitabın qoydu burada çıxdı getdi. Dedi mən səhv eləmişəm. Hə, bax belə. Mən açığı o başım ağrıyor mahnısına qulaq astım. Baş ağrısı tutdu məni. İndi bir dənə şeir yazmışam. Oradan ver musiqini, alqışları ver, qaqam bir dənə şeir deyəcək. Kızdırmam kalkıyor. Abi aklım gidiyor. Ya bilmiyorum bana ne oluyor. Madem böyle bulanıyor. Başım ağrıyor. Ya bana ne oluyor? Aptek işlemiyor. Zen geliyorum, telefonu götürmüyor. Beynim sönüyor, aklım kızıyor. Bana hiç kim kulak asmıyor. Başım ağrıyor, vallahi abi başım ağrıyor. Reyting kalkıyor, reyting düşüyor. Felaketin beyni çönüyor. Olanlar bana oluyor. Abi kalbim çarpıyor, beynim kızıyor abi. Sadece başım ağrıyor abi. Ay niye hiç kim beni başa düşmüş? Ay benim başım ağrıyor, kurban olun abi skor çağırıp başım ağrıyor. Ay sana kurban olun başım ağrıyor. Ha skor çağır kurban olun öldüm ben. Reyting damsı reyting. Sən bu şeir Rəhim qurban olmağa baş ağrısı verdi nəsə. Onun başını masaj eləyək. Nətər idi amma sözlər yaxşı idi. Vallahi hiçbir şey başa düşmüyorum. Sanki ağzınıza geleni... Ağzıma gələn deyir, mənə deyirsən, bastalayırsan damarımı. Yox, sen niye her şeyde? Yox, paxıllıq edirsən də, mənim şeirimə paxıllıq edirsən. Olanı deyirəm, yəni... Səncə bu cavan müğənnilərimiz var, gənc müğənnilərimiz də. Onlara məsləhət gör ki, bir böyük kimi də bunlar gündəmdə qalmaq üçün neynəsinlər, nə yol seçsinlər? Gündəmdə qalmaq üçün elə bir şey eləməlidirlər ki, felaketin ağzına düşməlidirlər. Mənim verişimdə olmalıdırlar. Onlara o zirvəni arzulayıram. Mən nə deyirəm? Əsbol, yaxşı. Doğru düzgün yaratıcılıkla meşgul olmalıdırlar. Yani bu son zamanlar lagaluga, bu dedikodu, biraz atmacalar, birbirlerine söz atmalar falan bunları kenara koyup ben düşünüyorum ki senetle meşgul olmalıdırlar. Düz deyir. Yoxsa bunlar götürüb Instagramda başı yaş dəsmalla şəkil paylaşıb altına yazırlar ki, həmişə təmizlikdə. Biət simiflərdə. Siz çimmək görməmisiniz. Qaqam bir dənə çimmək göstərər. Bunlar çimmək görməyib. Çimməklər var idi o vaxt. Heyf deyil o vaxt ki, çimənlər. Müjdədir, müjdə. Vurum sadə qurban olum. Harada görmüşdüm ha? Müjdə. Rəhim, bilsən mən... Söz verdim mənə vereceğim. Bir dəqiqə deyəm. Qaqam dedisə ver. Gətir oradan bir dənə də. Televizyon programına konağa gelirsen, Aha. hediye verirler sonra hediyeni tekrar alıp kulise aparım. Ay sol. Elə mənə bu fakt lazım idi. Ver. Biraz sağı bırak. Ay sol. Ver. İndi ver qabağa. Ver qabağa. Şu. Düş biraz aşağı. Ay sol. Budur. Bu da bahaldan deyəsən. Qurban olaram, sana hədiyyə verilən bunu iydədən. Sən çox istəyirəm, sən gözəl insansan. Çok sağ ol. Aç onu biraz bırak da üstümə, nə olar qurban ol. Fısıldat da üstümə. Barındı, masanın üzerinde barındı. Gözəl insansan. Bax burada Çox sağ ol. gördüm gözəl insan. O deyirsən, ne verirsə gedirik. O hədiyyə verirlər, sonra geri istəyirlər. Düzdür. Kimi deyirsən, adını de görüm. Qulağıma denən yaxşı sən demə. Qulağıma deyim kim olub o. Zar Kemal deyirsən. Ayıp da onun adını geçəcəkdim burada. Yox. Zar Kemal deyir. Yox. On deyir. Yox. Son deyirsən cəmaata denən bilsin də, mənim qulağıma niyə deyirsən? Bilmirsən qaqanda söz qalmır. Onu palçıq eləmişəm, narahat olma. Qorxur, mənim verişimə gəlməyə qorxur. Neçələr çağırmışam, deyir ki, hələ hazırlaşıram. Keçən də yığmışam ki, gəl, özün bilsən ki, onsa gec də gəldim palçıq eləyəcəm, tez də gəldim palçıq eləyəcəm. Tez gəlsən, biraz şirinlik eləyə bilsən, sənə bir yaxşı suallar verəcəm. Gözəl insansan, yaxşı adamsan, bu sənətə lazımlı adamsan. Bir dənə mənim bastalama damarımı, çünki qalmaqal yaradaram, halbahal eləyərəm hamını. Başa düşdün, qaqam belə oğlandır. Hələ ki beynim çönməyib Rəhim, hələ ki yaxşıyam. Dur gedək səndən oyun oynayacağım, dur getdik.
Darıxma Rəhim. Bax burada kimə nə düşdü eləmək lazımdır. Bilirsən də qurban olum. Birinci mən fırladıram. Görsən bax burada paxlava var, limon var, acı biber var. Gördün qaqan neyinə patlatdı burada. Darıxma. Tər bastı məni. Darıxma. Qızdırman qalxmayıb əsən. Yox, ay kəsin. Nətərsən, özün nətər istəyirsən, qurban olum. Narahat olma. Instagram, xardal, şokolad, limon, Limon, hə. pay, Başqa limon, mənim, pay, limon, limon. pay, limon. Acı biber. O sənlikdir. Bu qismətə bax, hə, bəxtə bax. Gətir görüm, ver. Ay sol. Elə, qulaq as, sən var ha, səndən mən yığmışdım. Ay gədə. Bunu çək ya, bu operatörü çək. Sən keçən dəfə bu maaşı söhbət eləmişsən, səni tutmuşam. İndi gəl bura, deyən kameranı ver bura. Yox, bir dəqiqə. Hə, kameranı ver. Sayılmır, özün. Yox, Rəhim, gülürsən, indi görüm Yox, belə. özün də. Yox, Özün narahat. də. Hə, mən o fərqi yox da, narahat. Hansı kameradır o? Ala. Elə bir ki, dönər gedirsin. Ora bax, ora bax. Heç olmadı. Birini də ye görüm. Yenə heç olmadı. Allah olsun. Ha, bu baş satmır. Ye görüm, ye, qurban olum. Ye. Adan aldı deyəsən. Yenə heç olmadı. Ha. Bunlar ye görüm ikisini də ye. İbrahim Tatlıses'in vətənindən deyəsən. Acım. Heç olmadı yenə. Heç. Sən mənim reytingimi salsan aşağı. Səni qovdum işdən. Yer sıpayla. Getdi bir də. Ya Allah. Aha. Darıxma. Gör nağar edən. Darıxma. Heç nəyə keçən deyiləm ha sən. Barən deyirəm biləsən. Naxlava insan. Xardal nədir? Xardaldır. Xardal onu yeyəndə bilirsən nədir. Heç vaxtda yaddan çıxardamırsan. Darıxma. Dur. Hə, idə, ötü, paxlava, Instagram. Xardal, Xardal, qurban olum. xardal. Dayan, qurban olum, dayan. Gətir. Yo, bir Gəl. dəqiqə dayan. Bir dəqiqə Bir dəqiqə dayan. Bir dəqiqə dayan. Gəl bura. Bax. Kör. Yo, eləmə də, onu eləmə, qurban olum. Mənim verişimdə şey eləmə. Belə idi, bax belə durmuşdu. Gətir oradan xardalı gətir. Gətir. Ver, düz ver. Versən qoy ağzın açın, özüm qulluq eləyəcəm sənə, qurban olum, darıxma. Kameraya bax, o sifət çəkinməlidir də, kameraya bax. Ye, qurban olum, ye. Ürəyim bulanır. Ürəyin bulanmağı reytingdir, narahat olma, elə geçsin, ye. Qurban, qorxaq deyil sən atsan, ye görüm. Bax. Saska nə tər getdi. Onun sifətini çək, ağız ayrı, xara gelsin, sifətini çək. Və saat deyirəm mailişmə, Rəhim, saat deyirəm mailişmə. Bunlar hamısı neyinib gəldilər, heç nə olmaz. Hələ ki narahatçılığın yoxdur məndən, qurban olum. Yox. Sağ qurban olaram mən, gözəl insansın. Birazdan ürəyim bulanar görərsin. Narahat olma. Studiyamızda. Ürəyim bulanan kimi xəbər elə, mən çıxım aradan. İyidə parfüm, ötür. Mən ötürüyor. Ötür budur ki, indi mən fırladıram, nə düşsə sən eləyəsən. Yox da. Bəs qaydanı mən qoyuram da, qaqanı görmüsən, şəkil zadı var burada. Nə düşsə sən eləyəsən, darıxma. Tamam, duru yağ. Duru yağ düşdü. Gətir, ver. Buna bax, mənim verilişimdə mənə şey demək, nayiz eləmək. Oy. Gəl, qurban olaram sən. Yo, nədən? Sən qarğıdalı yağında pişirsən, semişka yağında, mən onu Mən dəqiq zeytin bilirəm. yağında. Zeytun yağında pişirsən, eybi yox da, nədir odur? Darıxma da, yağa bax, sən, qulub, lağa bax. Mən Rəhimin fanatıyam. Mən icazə vermərəm ki, mən olan yerdə o içsin. At bir dəqiqə mənə görə içməzsən bunu, deyən görə qurban olum. Rəhimi görən kimi yenə özü itirdin sən. Mənə görə içməzsən, buna bax. Sifətə bax, az gözəlləşdi, qurban olaram sən. İç, onu axıra kimi iç. Götür yolda içəcək yet, yeri. Belə olur da ev yada düşmür də, belə olur ev yada düşmür. Sənə qurban olaram, hə, buna bax, qismət. Nə hoqqa bassan, oyun çıxardırsan. Nə tər əsəbləşdirdi, hə, mən. Oyun çıxardırsan, heç nə. Hardan tapıb Doğ xanımı içilə gələcəksin. Sənin fanatın Doğ xanım deyəndə. Mən indi İyidə parfüm. Qismətə bax, bəxtə bax. Gətirin oradan bir dənə iyidə gətirin. Gətir, ver. Qoy onun içinə mən baxın, dəqiq görüm. Bahallardandır bu. Qurban olum. Ver bura görüm. Verişdən sonra ver üstünə. Verin bura görüm. Bəxt gətir. Fırlat. Bəxt gətir. Əliniz işləsin. Əliniz işləsin. Pısıldadaq da, üstümüzə pısıldadaq. Nə olar ki? Sevdiyim parfümdür, hə? Hay, buna bax, hə, Instagram düşdü, hə, buna bax. Hə, heç sən bir dənə video çəkəsən. Sən paylaş. Hə, mən paylaşım, sənə reklam eləyim də, mən nağar. Heç Gətir o sorun. görüm o telefonu Məni gətir. reklam? Hə, gətir, eybi yox, gətir. Deməli, sən mənə paylaşacaqsın. Hadi sən çək, amma hər şeyi demə də, burada qurban olum da, məni təriflə burada, yaxşı? Salam əleyküm, əziz dostlar. Fəlakət getdi Rəhimət. Bundan sonra mən Rəhim, hə? İşlədirik bu Instagramı. Bu Instagrama verirəm istiqamət. Bu istiqamətə, bu Instagrama verirəm istiqamət. istiqamət. Aynen. Fəlakət getdi Rəhimət. Getdi. Aha, acı biberdə dayan, acı biber. Hə, bizon düşdü, buna bax, bəxtə bax. Bizon gəlsin.
Sağ qurban ol. Baxışa bax, duruşa bax. Sağ qurban ol. Gelişine kurban, gelişine Sen bunu kurban, birini götürün gelişine mən. kurban. Bunu Rəhim, sana hədiyyə edirəm bizə. 2 kaset oldu ha, 1 kasetdə bu. Bunu Ha. apar Rəhimin maşınına qoy. Sana qurban olaram. Ala. Bunun hamısı benimdi. Hamısı sənindir. Birini Bravo. götürdüm halal elə. Tamat. Pay, tamat düşdü hə, qismətə bax, bəxtə bax. hə. indi bir banka çizdim. Buna gətir, hə, Bir gətir banka görüm, tamat çizdim. gətir görüm. hə. Bax, indi bilinir fəlakət çox istəyən. Bir dənə adam yoxdur, burada fəlakət Yoxdur. çox istəyən. Yoxdur, bax, hamınızı Sən də işdən mənə qovacam. eləmişdin. Hamınızı işdən qovacam, darıxma. Buraya hə, ağız ayrıq, gəl bura. Yo bir dakika sen özün. Qardaş, burada qaydanı qaqan qoyur. Bu veriş mənim verişim. Olmadı. Nə tərif istəyirəm elə oldu. Çox. Gəl görmə bura. Gəl, gətir, gətir, gətir. Ağız ayrıq, hə. Buna da nə verirsən götürür. Hala, yerə, yeri. Ya. Sağ ol Rəhim, sağ qurban olaram. Sənə halaldır, sən ki sözünün üstündə durdun, hər şey elədin. Çak, sağ qurban olaram. Bugün Rəhimliyinə şov çıxartdıq. Çalışın, özünüzdən çıxmayın, özünüzlə qalın. Fəlakət qalın, salamat qalın. Xüsusi sponsor Bizon Enerji, sponsor İdə Parfümeri, FAV avtomobilləri, təşkilatı dəstək Kasap Dönər.